etdiyiniz kimi çox ağır görüş. Çempionlar Liqası play-off qarşılaşması hər kəsin gözlədiyi sualı ünvanlamaq istəyərdim. Sabahı qarşıda necə bir maç gözləyir? Əvvəlcə mən onu qeyd edə bilərəm ki, bizi qarşıdan həqiqətən də Berşevaya qarşı çox rəqabətli, çox mübarizəli bir oyun gözləyir. Çünki hər iki komanda da əlbəttə çalışacaqlar ki, bu liqada qrup bazasına qalmaq üçün əllərindən gələni etsinlər. Çünki hər iki komanda üçün də bir ilk, bir debut olacaq və mən inanıram ki, bu bizim başımıza gələcək və biz o mərhələyə qalan komanda olacaq. Düzdür, xırda taktiki hallar çox önəm daşıyacaq. Bir balaca bəlkə də uğurun, bir balaca bəxtin də burada önəmi olacaq və mən inanıram ki, bütün sadaladığım bu xırda şeylər bizim tərəfimizdə olacaq və mərhələyə adlayan tərəf biz olacaq. Onu qeyd edə bilərəm. İlk ağlıma gələn şey odur ki, hal-hazırda qarşıdan bizi iki çox rəqabətli, çox mübarizkar bir oyun gözləyir.